Əslən Cəlilabadlı gizir Məhərrəm Hüseynov antiterror tədbirlərində şəhidlik zirvəsinə ucalıb. Şəhid Məhərrəm Hüseynov 18 ilə yaxın şərəfli xidmət yolu keçib. Mahir snayper kimi ordu sıralarında xidmət edib. Azərbaycan xalqı isə qəhrəmanlarını daim dərin hörmət və ehtiramlanır. Məhərrəm Hüseynov 1983-cü il oktyabrın 11-də Cəlilabadın Fərəcülallı kəndində dünyaya göz açıb. Orta təhsilini doğma kəndi məktəbində alıb, gənclik illərində isə vətənə xidmət yolunu seçib. O 18 ilə yaxın idi ki, Azərbaycan Silahlı Qüvvələrinin peşəkar hərbi qulluqçusu idi. Süreyana deyir ki, Məhərrəm sonuncu dəfə 2023-cü ilin sentyabrın əvvəlində mərhum atasının 40 mərasiminə gəlib. Amma ürəyi dostlarının, silahdaşlarının yanındaydı. Yarımçıq işlərim var, bitirib gələcəm deyirdi. Bugün onun yadigarları Dəniz və Kəmalədən övladımın qoxusunu alıram. Çox böyük qürur keçirdirəm. Xoşbəxtəm ki, mənim oğlum qəhrəmandır. Vətənimizin azadlığı uğrunda qəhrəmancasına həlak olub. Bütün şəhidləri Allah rəhmət eləsin. Şəhid qardaşı Ağaqulu Hüseynov da hərbiçidir. O, komando birləşmələrində qrup komandiri olan qardaşı Məhərrəm Hüseynovun döyüş bacarığı və rəhbərlik keyfiyyətlərindən ürək dolusu danışır. 2020-ci il 44 günlük müharibədə iştirak eləmişik. Hər bir ikimiz də, yəni hərəmiz bir istiqamətdə döyüşlərdə iştirak elədik və antiterror döyüşlərində də yenə mən Ağdam istiqamətində idim, qardaşım da Xocavənd istiqamətində. Yəni döyüşlər uğurlu keçdi. Həqiqətən, yəni ağır döyüşlər idi. Antiterror əməliyyatı olsun, 44 günlük müharibə olsun, yəni ağır müharibə idi. Onunla əlaqədar qardaşım çox şücaət göstərdi döyüşlərdə. Məhərrəm sentyabrın əvvəli evə gəlmişdi. Səhər tezdən çıxdı. Çıxanda uşaqlar yatmışdı. Getdi uşaqları sakitcə qucaqladı. Bağrına bastı. Qapıdan mən onu ötürürdüm. Mənə dedi, uşaqlardan müğayət ol, sənə tapşırıram onları. Neysə olsa, qorxma, məğrurdayam. Getdi bir də 18 sentyabrda səhər saatları 11-in yarısı idi, Məhərrəmlə danışdım. Səsi titrəyirdi. Dedi, Roza, mən gəlmişəm, buradayam. Amma imkan olmayacaq danışmağa. Məhərrəm elə həmin gün 23 saatlıq döyüşlərdə şücaət göstərərək düşmənə sarsıdıcı zərbələr indirib. Doğma torpaqların azadlıq qoxusunu duyduqdan sonra Xocavəndin Harov kəndindəki əməliyyatlarda şəhidlik zirvəsinə ucalıb. Məhərrəm Hüseynov şərəfli döyüş yoluna görə sağlığındaykən Vətən müharibəsi iştirakçısı və Xocavəndin azad olunmasına görə medalları, ölümündən sonra isə Vətən uğrunda medalı və 3-cü dərəcəli Vətənə xidmətə görə orden ilə təltif edilib. 2023-cü ilin sentyabrın 22-sində Cəlilabad şəhər qəbirstanlığında torpağa tapşırılan şəhidin adı mərkəzi küçələrdən birində bədləşdirilib.